Suallardan tez-tez belə suallarla biz üzləşirik ki, görürsən sual verir ki, nə qədər mən sürəti aşa bilərəm? Yolda ümumiyyətlə nə qədər icazə verilir ki, mən sürət həddini daha çox aşım və yaxud belə deyək də yüksək sürətlə gedim. Tutaq ki, yaşayış məntəqəsində 60-dırsa, mən hansı sürətlə gedə bilərəm? Mənə heç nə olmaz. Yəni cərimələməzlər. Yəni bu tip suallar olur. Bizim qanuna görə yolda hansı sürət təyin olunubsa, o sürətdən artıq sürətlə hərəkət etmək olmaz. Buna nəzarət etmək üçün bütün nəqliyyat vasitələrində spidometr var. Spidometrə nəzarət edir sürücü və təyin olunmuş sürət həddini aşır. Radarlar isə sürəti ölçürlər 10 kilometrdən sonra. Yəni daha doğrusu belə deyək, sürət həddi 60-dırsa, 70 ilə getdikdə radar onu fiksə edir və cərimə yazır. Bəzi sürücülər hesab edir ki, bu 10 kilometr hədd ki burada var, radar qeydə almır, o da icazə verilən diapazondur. Yəni həmin diapazonda mən sürət həddini aşa bilərəm. Bu belə deyil. Sürücü bilməlidir ki, sürət həddini o aşmamalıdır. Ola bilsin sabah daha dəqiq ölçmə aparan radarlar olsun. 2-3 kilometrdən də artıq sürətlə hərəkət etməyə icazə verməz. Daha doğrusu onu qeydə alsın və cərimələsin. Bunu mütləq şəkildə nəzərə almaq lazımdır.